Torpaqdan soruşmuşlar, sənə nə ağır gəlir? Üzərimdə doğan canların sonunda mənə xəyanətlə dönməsi deyə cavab vermiş. Vicdandan soruşmuşlar, səni nə sustura bilər? İnsan qəlbi mənfəət hərisliyi ilə mühürləndiyində mən artıq əks-səda verə bilmirəm deyə vicdan cavab vermiş. Alovdan soruşmuşlar, ən çox nəyi yandırmaq istərdin? Xəyanəti. Çünki onun soyuqluğu mənim alovumun istisindən də ağırlıdır deyə cavab vermiş alov. Sudan soruşmuşlar, ən çox nədən yorulursan? Təmizləməyə çalışdığım çirkin insanın içindən heç çıxmamasından çox yoruluram deyə su cavab vermiş. Sonra dönüb əxlaqdan soruşmuşlar, sən nə zaman insanı tərk edərsən? Daxili mənfəət, həvəsi və hərisliyi insanların çölünü bəzəməyə başladığında saxta üzlər danışar, əxlaq gedər deyə əxlaq cavab verir.